Salam, əziz müdavimlərim. Mən sizin kurikulum təlimçiniz Səbinə Sadıqzadə. Bu gün sizinlə 4-cü situasiya tipli suala baxırıq. Müəllim və şagird arasında pozulmuş münasibətlərin bərpası üçün aşağıdakı addımlardan hansı uyğun deyil? Mümkün qədər tez bir zamanda həm müəllim, həm də şagird arasında açıq və dürüst bir dialoq başlatmaq lazımdır. Qarşılıqlı empatiya qurulmalıdır. Bu doğru bir fikir olduğu üçün bunu götürmürük. Müəllim pozitiv bir münasibət yaratmaq üçün liderlik rolunu görməlidir, özünü şagirdin yerinə qoyaraq məsələlərin həllində tərəfdaşlıq təşkil etməlidir. Bu da doğru variantdır. Müəllim və şagird bircə fəaliyyətində iştirak edərək bir-birlərini daha yaxından tanımağa çalışmalıdır. Müəllim dərslərində şagirdlərin maraqlarını diqqət yetirərək onları təlim prosesinə motivə etməlidir. Bu da uyğun variant olduğu üçün C variantında çıxırıq. Əgər müəllim-şagird münasibətlərində ciddi problemlər varsa, müəllim məktəb psixoloqu ilə əməkdaşlıq edərək onun da tövsiyələrini ala bilər. Bəzi müdavimlərin bu variantda çaşırlar. Çünki onlar düşünürlər ki, yəni əgər problem varsa psixoloqa müraciət etmək olmaz. Amma xeyr. Birinci müəllim özü həll etməlidir. Əgər özü həll edə bilmirsə, onda psixoloqla əməkdaşlıq edə bilər. Yəni bu uyğunsuzluq təşkil etmir. Ona görə də D variantını da çıxırıq. Müəllim çalışmalıdır ki, şagird müəllimə olan münasibətini dəyişdirməsin, çünki şagirdin özünə inamı itə bilər, məqsədyönlü düşüncəsinə xələl gələ bilər. Bu əslində doğru fikirdir, amma biz sualın şərtinə fikir verdikdə müəllim və şagird arasında pozulmuş münasibətin bərpası deyir. Artıq münasibət pozulub. Biz bu münasibətin pozulandan sonraki mərhələyə baxmalıyıq. Ona görə də burada E variantı uyğun